Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 416. bölümünü başlayıram. İnşallah ki xeyirli olsun. Gedək görək hangi kitab bu günləri şansımıza çıxacaq ki, onunla tarixi düşüncələrimizə və yaşam yollarımızı göstərən yollara gedək. Geçənki cəlsədə, əgər səhv eləmirsəm, Divan Şeyx Nizami və Ətaidən əlavə Tacışdan Divan Ətai və Dəli Sevdai adında bir divan oxuduq. Təvarix Osmana bax, fikirəm bunu oxumuşam, amma görmüşük, amma bir baxaq da, bəlkə bir başqa kitabdır ya başqa cildidir. Çünki bu Osmanlı haqqında çoxlu fərqli kitablar var, hətta fərqli nüsxələr var. Və bir dənə ayrı kitab vardı burada, Həmidiyyə adında. Bu nə deməkdir bilmirəm. Əcəba məzhəbi anlamı var, yoxsa sultanların birinin haqqındadır? Bunu bilmirəm ki, nədir. Amma birinci kitaba baxaq, bu ki dedi Təvarix Ali Osman. Bu kitab kiçildir, o səhifəyə yerləşsin. 266 səhifədən ibarət bir kitabdır. Cildini əvvəl hangi kitabxanada saxlayırlar, nə vəziyyətdə saxlayırlar, ona bir baxaq. Kitabın çox bir nəfis və qiymətli cildi var. Bu da göstərir ki, içi də çox qiymətli olmalıdır. Kitabın cildi qırmızı gönnəndir. Onun güşələrin, dövrələrin qızılı rənginə bəzəyiblər. Sonra güşələrindən bir nəxşə və ortasında bir nəxşə qoyublar ki, bu nəxşə mənə tanışdır. Çünki çoxlu kitablarda ki, Osmanlı dövründə qiymətli kitablarda bu nəxşələr təqribən işlənir. Amma kitab dövrələri təqribən çürümə halına gedibdir. Yəni çox köhnəlibdir. Kitabın cildini açırıq. Birinci cildi açanda görürük ki, içəri cildi də gönnən qırmızıdır və bunun dövrəsinə də yenə qızıldan bir çərçivə ciziblər. Kitab çox işləndiyinə görə, əlin tərindən dəydiyinə görə, bilirsiniz, göndə də bu cür bir xasiyyət var, rəngi biraz çox qəralıbdır. Bir də görürük kitabın cildi üç tərəflidir, yəni qapağı da varmış kif kimi, çanta kimi. Onu da aynı o şəkildə bəzəyiblər, çox da gözəl bir qızıl buna işlədiblər. Kitabın ortasına həm kitaba su gəlibdir, ortasından bəlli olan qıraqlarından feylən cildə üstündə görsənmir, həm də ki, biraz köhnəlibdir. İndi cildiləri açır, səfəni kamil görürük. Kitabın təqribən ağzı, vərəqlər həm tərinlə, həm əlinlə təmasda, yapışmaqda biraz bükülən kimi olubdur. Eyni halda ki, təqribən köhnəliği orada çürüməyi görürük. O birisi səfəni açanda görürük ki, kitab içinə su gəlibdir. Kitabın kağızı çox əla bir kağızdır. Bunu görürük. Kitabın üstündə amma bir xətkeşlər görürük ki, güya ki, bu yaşıl tərəfçi görürük. Bu yaşıl tərəf ehtimalən Fehrest bölümüymüş. Niyə yaşıl olub onu bilmirəm. Onun üçün də bu birisi səhifəyə gəlin görürük, o tərəfçi yaşıl olduğu tərəfin rəngi bu üzədə çıxıbdır. Amma orada cədvəlləri görürük ki, cədvəlləri ehtimalən çəkiblər Fehrest üçün. Burada bir İngilisi də bunun ortasında ya bir Latin də yazıblar. Nədir? Bilmirəm, o ehtimalən bir adam adı olacaqdır. Dila salim olum dərsün dəmadəm, dima salim olum dərsən dəmadəm, dəhanündə zəbanını saxla möhkəm. O farsçada bilmirsən, zəbanı sorğ sər səbz midəhət bərbad ki, İran inqilabı zamanında o siyasət məmnu, siyasi, qoftequyu siyasi, danışıq siyasət qadağan olan zamanda küçədə, bazardakı adamları bir dana danışıqdan ötürü tuturdular, aparırdılar, edam edirlər. O zamanlarda bir şuar yayıldı ki, zəbanı sorğ sər səbz midəhət bərbad. Bu qırmızı dil ağızda yaşıl başı yelə verər. Bunu təqribən o cür yazıb. Dila salim olum dərsən dəmadəm, dəhanında zəbanın saxla möhkəm, icrayı məzaq etmə mani'imi
havadis nəhrün cərəyani kəsərmi zübdəndənq, belə bir şey. Sultan Səlim beləsi orada bir şey yazıbdır. Səlim 10 qədər belə Sultan Səlimə qədər olacaq ehtimalə. Ya Sultan Səlim 10 qədər 918-926 hadisələri ehtimalən olacaqdır. İndi burada kitabın altında son zamanlarda bunlar yazılıblar. Kitabın öz içi deyil. Bunları sonralar alanlar, oxuyanlar yazıblar. Tarixi Ali Osman. O birisi səhifəyə keçirik. Səhifələri açırıq. Bu kitab əslində 266 səhifə deyil. Çünki PDF bunu 266 göstərir. Əslində bu 532 səhifəlik bir kitabla qarşıya-qarşıyayıq. İndi bu vərağı açırıq, görürük ki, kitabın ortasına demək olar su gəlib, qıraqlarından su gəlibdir, aşağı, üstə, hər tərəfdən və köhnəlməyi da yenə görürük. Tarixi Ali Osman bir gözəl xəttinə burada yazılıbdır. Arkada bir təzhib ya nəqqaşı var ki, onun rəngi bu üzə çıxıb sudan dolayı. Burada da bir şeylər yazılıbdır. Nədirlər? O da Qanun Süleyman. Burada Qanun Süleyman belə 968 belə bir şey də burada yazıblar. Gedək o birisi səhifəyə və kitabın özünü görürük. Kitabın təzhib çəkiblər kitabın dövrəsinə. Əvvələn yenə dedik, daha bunu tikir eləməyəcəm. Kitabın hər yerinə su gəlibdir. Yazılara çox keçməyibdir. Burası çox yaxçıdır. Kitabın ortasından üstdən 3 sm yarım, qıraqdan 5 sm, aşağıdan 3 sm yarım yer qoyublar və ortadan da 1 sm yarım kitabın şeyindən yer qoyublar. Qalanında ortada, yəni bu orta dediyim boş yerlərdən əlavə ortada bir çarçıvə çiziblər və çarçıvənin də üst tərəfi, birinci səhifədə çarçıvənin üst tərəfi bir təzhibdir. Abı və havayı deyərdik, bir də zeytuni rənginə. Onun da ortasında kitabın adını yazıbdır Təvarix-i Ali Osman. Kitabın adı pəs nə oldu? Ad üçün kitabın özünün də sərlohəsində yazıbdır. Təvarix cəmi yazıbdır özdə. Təvarix-i Ali Osman. Bundan sonra yazı başlanır və çox gözəl bir yazı ilə yazır. Bəzi yerlərdə qırmızı yazır, bəzi yerlərdə çox əksərən qərədir. Orada burada bir cümləni yazır, amma qırmızı nöqtələr və virgüllər görürük. Ehtimalən nəfəs yeridir ya məsələn yazarın zehninə gəlib ki, burada bir az nəfəs çəkməyə ya bir təngişməyə ehtiyac vardır. Kitab zahirən türkcədir. Əvvəl sətirdən türkcə ilə başlayır. Burada Bismillahirrahmanirrahim görünmür. İlla ki deyək bu təzhib İslam müsəlmanların, İslamın yox, müsəlmanların bir növ, müsəlman və türklərin bir növ rəngi olduğu üçün ehtimalən elə o bunun şəriətə etiqadını göstərir. Niyə gözəldir? Dedik, gözəldir xətti. Çünki bu xətti mən çox rahat oxuya bilirəm. Sətirlər arası ara yaxçıdır. Kəlmələr bir-birinə çox yaxındır, amma o qədər də yaxın deyil ki, oxumağa müşkil icad eləsin. Səfhəni keçirik, o birisi səhifədə görürük ki, təzhib yoxdur, fəqət o çarçıvələrdir. Çarçıvənin də ehtimalən mətnin içində, yəni əsl yazının içində bir şeylər yaddan çıxanda onu eşikdə elə o cədvəlin, o çarçıvənin qırağında bir ayrı çarçıvə çiziblər və orada bir yazılar yazıblar. Əcəba bunlar kitabın içindəndir, yoxsa bu şey yazıdır, o bir məsələdir. Burada bir sənə-i 105 də burada yazıblar. Qıraqda yenə bu nədir, bilmirik. Aynı vəziyyətdə kitab davam edir. Heç bir fərqi görsənmir. Və indi bir yerlərə yetişir, boşdur təqribən. Əlbəttə yenə bir səhvə yetişir, orada qıraq yazı var. Burada bir yerə yetişdik ki, şahlardır ya, böyüklərin adlarını yazır. Mən fikirəm bu kitabı görmüşük. Yəni bu adlar nəzərimə biraz tanış gəldi, amma qalsın, baxaq, görsək bir də görək, heç iradı yoxdur. Əlbəttə Ali Osman olduğu üçün bu kitab tanınar qətən. Burada da tarixlərin yerinə, məsələn, Fəthi, Leyləcuyi, Hisari, beləsi, bəzi, yəni, beləsi deyim, mətnin içindən bəzi kəlmələri başlıq olaraq qıraqda yazıb ki, yəni bu sətirdən ya bu sətir iki sətrin arasında
o qonu başlayacaqdı, belə görsənir. Mənə belə gəldi. Çox gözəl bir kitabdır. Mən bunu biraz sürətini çoxaldım. Ehtiyacı yoxdur da səhifələrin hamısına beləsi baxaq. Çünki təqribən bir-birinin tayıdır. Orada burada bir tarix və qıraq yazılar. Qıraq yazıların yekəçilikliyi vardı. Ondan sonra burada əslində 100 PDF-də 30-cu əslində səhifəyə cöhər dağılıbdır. Ya da bir şey cöhərə batıb, bunun üstünə əlbəttə ehtimalən bir şey dığırlanıb, yəni bir cöhərə bir şey dağılıbdır, o dığırlanıbdır, əksi qalıb kitabın səhifələrinin üstündə. Kitabı biraz sürətlə vərəxlıram. Dediyim kimi aynı kitab, aynı vəziyyətdə, aynı sütunlarla, aynı əlyazı ilə devam edir. Sadəcə səhifələrin suzat da təəssüflə dediyim kimi bəzi yerdə çox gəlir aşağıya, bəzi yerdə yox. Və sürətlə gedəndə də o sular bulut kimi görsənir. Çox cəlibdir. Bunu heç indiyəcən diqqət eləməmişdim. Kitabın axirlərinə yetişəndə su çox gəlir. Kitabın sonunda bəlkə bir tarix tapa bilərik, amma əvvəl baxaq bu kitabın sonu da eyni əvvəlinə taydı, heç bir fərqi yoxdur. Axirdə də 2 səhifədə kitabın ortalarından ya əvvəllərindən götürüb buna əlavə edibdir. Əks salanda qoyublar. Qeydi Ruxdalıya görək ki, bu son səhifədə bir şey vardı, yoxdur. Əlbəttə bu kitabın dəqiqən tarixini tapmaq olar, hangi tarixdə yazılıbdır. Görək ki, bu son səhifənin mən bir axirdən 7-8 səhifəsini oxuyuram. Heç nəsə dedi ki, təcəssüs eləyib, ədadən və küffardən heç nəsinə zahir olmayacaq, ol aradan qalqıb tonanma. Tonanma, indi biz İranda Niru-i Dəryayı deyirlər, yəni sular içi savaş gücləri ya daşıma gücləri. Beləsi desək yaxşıdır, hər halda dəniz gücləri desək daha yaxşıdır. Qalxıb donanmayı Humayun ilə Salim və Ghanim İstanbul'a ödət eylədilər. Bundan sonra Cəzairdə olan Xeyrəddin Paşadan danışır, o dövrdən danışır. Yəni o Xeyrəddin Paşa, əgər səhv eləmirsəm, Sultan Süleymanın zamanındadır. Əgər səhv eləmirsəm, bəlkə ondan sonra da ola bilər. Amma onun zamanında olacaqdır. Xeyrəddin Paşa oğlu əzl olunub, yeri Qəpucu başlarından olan Əhməd Ağaya verildi. Səni məzburədə Bəsrə bəgilər bəgisi əzl olunub, yeri Mir Əlim bəyə verildi. İndi bunların üzündən bilmək olar da, yəni hangi tarixi yazır. Çünki tarixin yap sonunda əzlilərdən danışır və bu əzliləri çox rahatca tapmaq olar. Kitabın sonu bu günlərə çatır. Verildi. Və səni məzkur Şəvval 28-də, o səni məzkuru da tapsaq ki, elə taparıq ki, hangi ildən söz gedir, qeydərən baxaram. Və səni məzkur Şəvval 28-də Rüstəm Paşa fot olub, Yeki Sultan Məhəmməd camiində, ya 2 ola bilər, ya da Yeki, bilmirəm. Yeki yazılıbdır. Yeki Sultan Məhəmməd 2 kimci olacaqdır. 2 Sultan Məhəmməd camiində dəfn edildilər. Mərhum Şəhzadə Sultan Məhəmmədin türbəsi qurbində anın üzərinə türbə bina eylədilər. Yerinə Əli Şah nəzərə gəlir kitabın uc tərəfindən mənə belə gəldi. Nə cürsə bu səhifədə əksi elə salıblar ki, o çarçivə düşməyib. Birincisi bu. İkincisi bu ki, ehtimalən onu qatlayıblar. Belə gəlir mənə. Kitabın orasını qatlayıblar. Yəni kitab, burada çarçivədə kitabın vərəqini kəsməmişlər. Vərəq daha enliymiş, çox enliymiş. Onu qatlayıblar çarçivədən, əyri qatlayıblar. Əyri qatdıqları üçün səfərin bir çox yazısı, bəzi yazıların əvvəli orada gizlənibdir. Dedi ki, dəfn etdilər. Mərhum Şəhzadə Sultan Məhəmmədin türbəsi qurbində anın üzərinə türbə bina eylədilər. Yerinə Əli Şah və Vəzir-i Əzəm olub,
Bu Əli Şah Paşa olacaq ehtimalən də həman. Əli Paşa vəzir-i əzəm olub, Məhəmməd Paşa vəzir-i sani və Pərtad Paşa vəzir-i salis və Fərhad Paşa vəzir-i rabi. Burada kitab yarımçılıq qaldı. Yəni kamilən bəllidir, cümlədə naqis qalıbdır. Ehtimalən kitabın bir səhifəsi cırılıbdır. Ehtimalən. Çünki kitabın cümləni yarımçılıq qoyub, o birisi cildə keçməzlər. Amma əgər qeysaq görsək ki, bunu hangi ildə yazıblar, görün burada bir il görə bilirəm. Burada görünmür. Gedək üst səhifəyə baxaq. Görək bu üst səhifələrdən birində var mıdır, yox mudur? Sultan Səlim dövrünə gəlib yetişibdir əslində. Ehtimalən Sultan oxuyaq, yəni biraz mən tarixi bəzən qatışdırıram, o cür deyərəm. Hər şeyi qatışdırırıq. Tamam, bu axiri qalsın. Gedək kitabın əvvəlindən oxuyaq. Əgər lazım olsa axirdən bir 2-3 səhifəni oxuyarıq ki, bu kitabın nə olduğunu anlayaq və hangi tarixdə, yəni hangi tarixdə yazıldığını anlayaq. Kitabın birinci səhifəsinə gələk və görək ki, nə yazıbdır. Bismillahirrahmanirrahim. Təvarix-i Muxtaridə, bura bir əsid tökülüb, bir şey tökülübdür, silinibdir. Ehtimalən Təvarix-i Muxtaridə eydər ki, ətrak-ı Oğuzxan əsnaf-ı kəbirə olub. Cəlibdir, burada bəlli olur ki, kitab başlır. Amma niyə Bismillahsız başlayıb, bu mənə əcibdir. Osmanlı dövründə kitab yazasan, Bismillahla başlamayasan, bu hətta əgər Məsihi də, Yahudi də olsan, məcbursan ki, bu dildə, yəni bunu yazasan. Təvarix-i Muxtaridə eydər ki, ətrak-ı Oğuzxan əsnaf-ı kəsirə olub. Bəzi əsnaf, burada bir şey yazılıb, oxunmur, həsin və bəzi ehtimalın cibal-ı səhranişindir. Ehtimalən belə oxuyub. Bəzi əsnaf-ı müdün şəhərlər. Bəzi əsnaf müdün həsin və bəzi cibal və səhranişindir. Bunların kimisi şəmsə və kimisi narə və kimisi sənəmə və kimisi baqirə, kimisi şəcərə və kimisi həccəyə təpar. Həccə təpar, yəni bunları, Allahları bu cürsüdür. Yəni tapmaq ibadət eləmək deməkdir, onu qəbul eləmək deməkdir. Allah eləmək deyil. Yəni, Allah deyil. Tapmaq, tapanaq, tapmaq, yəni bir şeyi sevir, ibadət edir. Əcəba ondan nə anlamı var, o fərqlidir. Yəni, ola bilər ki, biz Allahı, Allah bilirik və onu sevib ibadət də edirik. Amma ola bilər bir şeyi, məsələn, sevək, o hindilər kimi, məsələn, hindilər bir çox şeyi Allah bilmirlər, fəqət ibadət, yəni ehtiram, hürmət haqqında bir əcib ürəkdən bağlı, onun məsələn yaşamın kökü bilirlər. Bəzilər dəxi vardır ki, din o diyanət və ayin o millət bilməzlər. Hərir geyib və tac məzhəb örünürlər. Tac müzəhhəb, müzəhhəb qızıllı. Zəhəb ərəbcə sözdür, yəni qızıl. Zəhəbə, zəhəba da bəlkə ondan gəlir. Yəni zəhəb sözü də bəlkə ad olduğu üçün oradan gəlir. Yəni o şey gəlir, gedir. Zəhəbə yəni gedən, getdi. Zəhəb də yəni gedici. Qızıla da ki zəhəb deyiblər ehtimalən. Budur ki gedicidir, qalıcı deyil. Heç kəsə qalmayacaqdır. Fərz edin ki dünyada 1000 ton, 1000 kilo qızıl var. Dünyanın hər yerində. 1 milyard ildənsə də o 1 ton olacaqdır. Çünki fəqət o adamdan adama gedir, orada qalır, o dəmirdir məsələn.
Bəziləri dəxi vardır ki, din və diyanət və ayin və millət bilməzlər, hərir geyib və tac müzəhəb ürünürlər. Ürünmək, giymək ya düzətmək. Və bəhadur taifələrdir. Bəhadur savaşçıdır. Gəlin də bunda görün bu bəhadur hangi dildən gəlir? Onu bir soruşaq, görək şeyi. Fikirəm öncə bunu Bəhadur xan haqqında danışmaq, amma Bəhadur sözü hangi dildən gəlir və anlamı nədir? Bəhadur sözü kökün və anlamı baxımından aşağıdakı kimidir. Dilin kökəni. Bu söz fars dilindən bəhadur türk dillərinə keçmişdir. Hər nə qədər bu söz. Əslində bu hindi ola bilər. Fars deyil. Çünki bu Hindistan sözüdür. Hər nə qədər bu söz türk və moğul tarixi və ədəbiyyatı ilə üzləşsə də, etimolojik söz kökəni baxımından fars kökənlidir. Anlamı igid qəhrəman. Çünki fars şeyinə baxır, mənbəyinə baxır da bu onu qəbul eləmir. Çünki bu əslində oralıdır. Adı da qəhrəman, igid, cəsur filan. Bu da deyir bundan belə ki, türklərə gəlibdir. Moğollar da işləyiblər, amma biz bunu farsdan gəlibdir. Bəhadur taifələrdir və bunların Bulcasibni ya Əbulcasibni beləsi də oxunmaq olar. Bulcasibni Yafisibni Nuh əleyhissalam ovladındandır. Nuhun bir oğlu varmışdı ki, onun adı Bulcasdır. Üzr istəyirəm, Yafisdir. Yafisin oğlu Bulcasdan. Yəni onun neçə dənə oğlu var? Biri bu türklər onlardan olublar. Bulcas bu da Əbu deyilmiş. Bulcasın 4 oğlu var idi. Dib Qaqugi, adlarını sayır. Dib Qaqugi, Türk Oğuz, Moğul bunların. Bu nə deməkdir? Dib Qaqugi bilmirəm nə deməkdir. Ehtimalə bir tayfanın adıdır. Türk Oğuz, Moğul bunların oğladı çox olub. Məskənləri Ab-ı Ceyhun ilə Çin arasında Bilad-ı Türkistan idi. Görürsünüz o zaman, yəni indi bu hangi kitab hangi zamanda yazılıb onu taparıq. Orada yerləri kamil beləsi ayırır. Türk Oğuz, əlbəttə bir dənə Qaquy yazır. Qaqoğuz ehtimalən olacaqdır. Dib Qaquyi, Türk Oğuz, Moğul bunların oğladı çox olub. Məskənləri Ab-ı Ceyhunla Çin arasında Bilad-ı Türkistanda idi. Ürnaq ikinci oğlu ehtimalən deyir bunu. Və digər ortaq və digər taq ya da dəniztaq. Ortaq və dəniztaq ehtimalən dəniztaq olacaqdır. Dəniztaq deməklə məruf tağlarda yaylarlardır. Yaylarlardır, yay qışlaq eləməyə işarə edir. Ora bir yer olacaqdır. Ortaq və digər taq deməklə, indi bu taq nə deməkdir? O da yazıq bunu soruşaq. Bu mənə cəlib gəldi bu söz. Taq sözü ortaq və digər taq olaraq Türk tayfaları adı kimi işlənir. Taq sözü nə deməkdir? Taq sözü türk dil və kültüründə çox dərin və qədim bir kökə sahibdir. Bu sözün nə demək olduğunu və ortaq kimi sözlərdə necə işləndiyini aşağıdakı kimi açıqlayaraq onun filolojik və tarixi araşdırmasını aparaq. Taq sözünün əsası anlamları nədir? Qədim türkcədə və türk dillərinin bir çoxunda taq sözü əsasən iki ana məfkurə ilə bağlıdır. Düzülüş, tərtib və sıra. Taq
Biz tağ vuraq. Bu da var. İndi işlənir Azərbaycanda. Saxtmanın tağı var. Bir də bəlkə o ola bilər. Tağ əlbəttə ğ ilə işlənir də. İndi bu tağ da sözü bilmirəm nə cür olacaqdır. Tağ bir şeyin başqası ilə yan-yana və ya üst-üstə düzəlməsi, bir bütöv hissənin parçası olması deməkdir. Dedim məsələn damın üstünə dam deyirik. Kətdə biz dam deyirik, amma ora tağ deyirlər. Təxəssüsü olaraq bənnalar tağ deyirlər. Bölgə, hissə ya da sədd, divar, tağ. Memarlıqda tağ təsirini türkcədə tağ olaraq görürük. Bir şeyin üstünü bağlayan, bir-birini tamamlayan iki tərəfdir. Bu da birləşmə və bütöv olma mənası verir. Ortaq sözündəki tağ. Ortaq sözü orta, mərkəzi müəyyən bir sahə və tağ üzv, hissə, tərəf sözlərinin birləşməsindən əmələ gəlmişdir. Anlamı bir işdə ya bir meylidə birliyi olan ortaq hissəsi olan. Burada tağ sözü tamamda tayfa tağ filan, yəni iki tayfalıq filan bəhman. Və digər tağ demək ilə məruf tağlarda dağ. Burada bu tağ dəstəli T ilə yazılıb. O birisi tağ iki nöqtə ilə yazılmışdı. Q ilə yazmışdı. Bu tağı dəstəli T ilə və Ğ ilə yazılıbdı. Ğ ilə yazılıbdı. Tağlarda yaylarlardı. Və qaru qaban və vigaru qaban və qurum və qarı sirəm nam şəhərlər də qışlərlərdi. Bir tane da yer şəhər adı vardı. Vigaru Quban ya Qaban, Vigar və Qaban və Qurum və Qarı Sır nam şəhərlərdə qışlaqlardı. Xaqanlərinin təxtigahı Talas nam şəhər idi. Talas bir şəhər adıdır. Mənim də bir dostumun adıdır. Bilmirdim, mən onu qəhrəman adı bilirim, amma da bir şəhər adıdır. Zikri culusi dib Qaguy İbni Bulcas İbni Yafis İbni Nuh aleyhisselam. İndi bunun taxta çıxmasından danışacaqdır. Culusi dib Qaguy adında bir adamdır. Bulcalisin İbni Yafisin, yəni nəvəsidir. Yox, bu onlar oğlu, onlar nəvəsi, o da nəticəsidir. Həzrəti Nuhun nəticəsi. Məzkur Bulcas fot olub, oğlu Dib Qaquyi ya Qaquy bunlardan biri oxunacaqdır. Yerinə qaim məqam olub. Şövkət və səlabəti babasından ziyadə oldu və bunun dəxi 4 oğlu var idi. Qəraxan, Orxan, Gözxan, Oğuzxan. 4 oğlu var idi. Sədr-i İqbalidə əcəba bunların adları türk olduğu üçün Nuh türkmüş. Yəni beləsi nəzər gəlir Nuh türkdür. Çünki əgər oğulları ya tərcümə olubdu ya da ki Nuh türkmüş. Sədr-i İqbalidə Soğlət-ü dövləti və Şövkət-i səltənəti 120 yıl istizhar bulduqdan sonra dar-ı fənadən dar-ı bəqaya rihlət eylədi. Bu da 120 il səltənət eləyib. Əlbəttə, indi bu vaqən bizim tarixdə nə qədər anlaşımız nə cürdür, o bilmirəm. O zamanlar nə cür anlayırmışlar. Məsələn, qarn deyəndə biz 100 ilə indi işlənir. Amma məsələn, mən qədim eşitdiyim bizim kətlərdə filan da qərinə deyirdilər. Qərində demirdilər. 25 ilə çarpırdı. Məsələn, deyirlər ki, qərinə çöndü, yəni nəsli çöndü. Beləsi işlədirdilər. Dar-ı bəqaya rihlət elədi. Culusi Qəraxan İbni Dibqaquy İbni Bulcas. Oğlu Qəraxan babası yerinə padişah olub Türkistanidən Bilad-ı Şərqə və Şəmsalə müstəvli oldu və həm ziyadə cəbbar qopdi. Anın dəxi Oğuz adlı bir oğlu oldu. Bunun da bir oğlu oldu, adını qoydu Oğuz yenə.
Bu kimdir? Qaraxan. Qaraxan adlı bir adam oğlu oldu. Qardaşının adını qoydu üstünə oğluna. Dəxi Oğuz adlı bir oğlu oldu. Haqqı Teala kəmal qüdrətindən ani tevhid irşad edib. O bir Allaha etiqad tapıbdı. Ətrakidən əvvəla türklərdən, ətrak cəmi türküdür. Ətrakidən əvvəla kəlmə-i tevhid gətirib la ilahə illallah din oldur. Din deyən, ehtimalən deyən ya din oxunur. Birinci adamdır ki, türklərdən o la ilahə illallah deyibdir. Əcəba bu la ilahə illallah, yenə dedim, çünki la ilahə illallah Həzrəti Məhəmməddən sonra bir qavramdır. Həzrəti Məhəmməddən qabaq öncə yoxdur. Ola bilər, məsələn, Yəhudiyyətdə, Məsihiyyətdə olsun, amma başqa dildə olar. Yəni, la ilahə illallah kəlməsi ərəbcədir və Həzrəti Məhəmmədə aiddir. İndi bunu da soruşsaq, əlbəttə görək ki, əcəba la ilahə, mən bunu Türkçə yazdım, la ilahə illa Allah Yəhudiyyət və Məsihiyyətdə də varmı imiş və əgər varmışsa necə yazılıb səslənirmiş. La ilahə illallah Tanrıdan başqa heç bir Tanrı yoxdur cümləsi teolojik baxımından tevhid, tək tanrıçılıqdır. İlkəsini ifadə edir. Yəhudiyyət və Məsihiyyətdə İbrahimi, yəni İbrahim dinləri olduğu üçün bu iki dinin də özgə dillərində və mətnlərində bu məfhumi qarşılığı vardır. Bu sözləri bizim la ilahə illallah qalibimiz kimi bir sözün bir-birinə tərcüməsi kimi deyil, bəlkə imanın əsas kəlməsi credo kimi düşünməliyik. Yəhudiyyətdə nə deyir? Yəhudiyyətdə tevhidin ən əsas ilkəsi Tevratda yer alan Şima İsrail duasıdır. Bəs burada bir dənə duada belə bir şey deyir. Mətn ərəbisi mən İbrisin yazıb da oxuya bilməyəcəyəm. Oxunuşu beləsidir. Şima İsrail ya da İsrail Adonai Eloheinu Adonai İçad. Anlamı dinlə ey İsrail, Rəbbi bizim Tanrımızdır, Rəbbi təkdir. Belə bir şey deyibdir. Yəni bu la ilahə illallaha mənasını çıxartmaq olar. Rəbbi təkdir. Amma o əsas mənası da onu yetirmir. Yəni vaqiqiyyət budur ki, onu yetirmir. Bunu ötürək geçsin. Məsihiyyətdə də ki, kollən indi Ruhul Qudus deyil. Ata, oğul və Ruhul Qudus deyə bir qavram var. Ki orada yenə bu bir Allah deyil. Cəlibdir ki, indi bir Allah deyil. Bəlkə əslində bir Allah olarmış, amma o deyil. İndi burada cədvəldə müqayisə eləyibdir. Deyib ki, İslamda, ərəbcədə la ilahə illallah Tanrıdan başqa Tanrı, ehtimalən burada gələk çəkək büyüzdük biraz, Tanrı yoxdur. Yəhudiyyətdə ərəbcə Adonai Ekad, Rəbb təkdir. Və Məsihiyyətdə Yunanca Heis Tos, Heis Tos, tək Tanrı. Bu, yəni bundan izafi bir şey yoxdur və la ilahə illallah özü Həzrəti Məhəmməddən gəlibdir. Əgər indi Həzrəti Adəmin nəticəsi belə bir söz demiş olursa, orada bir tarixdə diqqət eləməliyik. İlla ki, deyək, bu la ilahə illallah demək Allaha iman gətirməkdir, bir Allahlığa. Yoxsa o la ilahə illallah biz dediyimiz la ilahə illallah deyil.
Vaxta ki aləm rüculiyyətə erişdi, əmmüləri qızlarından bir qıza təzvic eylədi. Rüculiyyət, yəni indi burada rüculiyyət işlədir, yəni kişilik. Kişilikdən də mənzur savaşmağa bir gücü olan insan, ağlı olan insan, özünü idarə edə bilən insan. Bir növ o addır. Bir sinne yetişib orada özünü idarə eləmək sinni. Vaxta ki aləm rüculiyyətə erişdi, əmüləri qızından bir qıza təzvic eylədi. Cəmil o məhib o kərim kişidi. Və nur-i İslam yüzündə lame idi. İslam o zaman yoxdur. Yəni indi bu illaki deyək İslam Nuhla Həzrət Məhəmməd bir zamandadır. Yəni Həzrət Məhəmmədlə Nuhun arasında deyək ki 4 dənə şey var. Hərəsi 100 il istifadə eləsə 400 il, hərəsi 150 il ömr eləsə 600 il. 600 ilin sonra Həzrət Məhəmməd gəlməyibdir. Məsələn, hətta o tarixə ki inanırlar. Nur-i İslam yüzündə lame idi. Cəmi xəlaiq anın hüsn-i cəmalinə təəccüb edərdi. Qomini Allah-u Teala əvvəl dəvət edən oldur. Allah-u Teala'ya əvvəl dəvət edən oldur. O Allah pəs müsəlmanları müsəlmançılığa Allaha dəvət edən odur. Xəlqi həqqə dəvət eylədikçi üçün atası Qəraxan ilə ədavətə düşdü. Ol səbəbdən təvabi və ləvahiqlə tərəf-i cünubə varıb, yəni keçiblər cünuba, dadəsi ilə kərc düşdü da. Yanında gələnlərlə, hər kəs onu sevibdi, ondan gəlibdi, onlarla tərəf-i cünubə varıb, vətən tutdu ki, şimdi ana Türkistan dərlər. Hardan gəldi Türkistana onu bilmədik. Yəni əslində indi burada qoyub ki, cünubə tərəf gələndə hardan cünuba gəlir? Cünub, məsələn, haranı cünub qoyur? Yəni haranı xət qoyur ki, oranın üstü şimaldır, aşağısı cünubdur. Çünki biz hər bir şeyin şimalı cünubu var. Bu Xudqarın deyək ki, burası şimaldır, aşağısı cünubdur. Yəni məsələn, ya qabağı şimaldır, dalısı cünubdur. Yəni mən indi əlimi bu tərəfdə işarələyəcək, burada şimaldadır, Xudqarın şimalında, ya cünubunda, yəni bura cünub olsa əgər burası şimaldır məsələn. Burası gün çıxan olsa, burası gün batandır. Yəni nəyə görə onu ölçübdür ki, şimaldan, yəni şimal ki yazmayıbdır, amma deyir cünuba gəldi. Mənim fərziyyəm bundan fərqlidir. Yəni bu əlon görsədir, atası ilə düşdü, oradan çıxdı. Yəni ya dava eləyəcəkdi, ya da gedəcəkdi, keçdi. Bu məncə bu doğrudur. Yəni əsli doğru budur ki, ixtilafa gəldi, ya dava eləmədi, ya da qorxdu ki, öldürərlər, dədəsinin adamı çoxdur da. Dedi, qoyum çıxım gedim də. Niyə savaşıram ki? Küstü, ayrıldı məsələ. Ol səbəbdən təvavi və ləvahiqi ilə tərəf-i cünubə varıb vətən tutdu ki, şimdi ana Türkistan dərlər. Orada əvvəldə dedi Türkistan yerlərində dedi, türklər orada gedərlər, sonra oradan əlbəttə qeydli dalıya da, yəni qeydli kökünə. İndi bu istəyir ki, yəni bu Türkistan ki var imiş Çindən Ceyhunu Seyhun dedi, nə dedi onun arasına, onun şimalında imişlər. Məsələn, belə nəzərə gəlir. Oğuz atası ilə din yolunda 75 yıl cəng eylədi. Bu da oldu. Yəni din üstündə başlayıb dədəsi ilə savaşıbdı. Türklərdə belə bir əxlaq vardı. Yəni özü bir şeyə inanandan sonra o yolda daha heç kəsi tanımır. 75 yıl cəng eylədi. Axirüləmr atasını tutub qətl eylədi. Zikr cülus Oğuzxan bər səriri səltənət atası. Səltənət. Atası yerinə Oğuzxan padişah olacaq, cümleyi məmləkətin zəbt edib, ədl, dad və təmiru
təmir biladə müsirr olub, şərqdən qərbə varınca ruy zəminə müstevli oldu. İndi bu hardan bu şərqdən qərbə nə qədər yerdir? O şeyə bağlıdır. Yəni tamam şahlara yazırlar ki, ruy zəmin. Yəni yerin bir parçasını deyirlər ruy zəmin. Ruy zəmindən mənzurları o yerdir ki, orada şey olur. Cəlibdir ki, türklər aynı zamanda, yəni bir ilin içində, deyək Çində məsələn türklərin bir şahı var. Hindistanda aynı gündə şah var, türk şahı. Türkmenistanda, Moğolistanda, Qəzaqistanda, Qırğızistanda, Tataristanda, Azərbaycanda, Əfqanistanda, Əfqanistanda Hindistan üstündeydi. Və deyək ki, Osmanlıda ya Avropada türk şahı var aynı zamanda. Hər kəs özün yer üzünün şahı bilir. O mənzur burada bu deyil ki, küllü küreyi yer kürəsinə şahdır. Yox. Mənzur budur ki, o yerin üzündə bir böyük yerə, bir neçə dənə millətə ya elə obaya hökm sürür. Bunu da o tarixi cəhətdən o sözlərin anlamını bilməliyik ki, o zaman deyəndə yer üzünün padişahıdır. Mənzur deyil ki, külli yer üzünün. Burada o sözü deyir. Hər kəlmənin tarixi var. O tarixində işlətməliyik. Burada deyir ki, indi bir doxsaq şərqdən qərbə varınca ruy zəminə müstəli oldu. Hətta bunların əcdadı Həzrət İbrahim Peyğəmbər əleyhissalatu vesselam zamanında onlara iman gətirmişdi. Ətraf şöyle fikir ederlerdi ki, Hakkı Subhanahu ve Teala Kur'an-ı Kerim'inde "Kul la ya Zülqərneyn" diye zikr ettiği məgər bu Oğuzxandır. Bu çok salibdir. Bunu mən hətta əks salım, bunu yayaq. Çünki burada məsələn türklərin, farslar hər kəsi gətirirlər Zülqərneyn edirlər. Türklər belə inanırmışlar. Biz niyə öz inancıqlarımızı qəbul eləməyək, gedək özgənin inandıqlarını qəbul eləyək ki? Məncə bizim zəiflərimizdən biri budur ki, öz düşüncələrimizi qəbul çox üstündə ciddi yanaşmırıq. Mən bunu yenə eləyim. Edit eləyim və bunu da elə yayaq burada. Bunun yazmasının mənası budur ki, bu sözün ki, indi burada oxuduq, bunun mənası bu kitabda və bu tarixdəki yazılır. Mənası budur ki, hətta Osmanlılar dövrəsində belə biz inanırmışıq ki, biz türklər inanırmışıq ki, Oğuzxan Zülqərneyn Oğuzxandır. Yəni bu qədər bizdə şey varmış. Bu demək odur. Deyir zikr etdiyi, məgər bu Oğuzxandır dərlərdi. Deyərlərdi. Və bu Oğuzxanın 6 oğlu var idi. Günxan, Ayxan, Yıldızxan, Köçxan, Taqxan, Dənizxan və bu 6. Yəni bu diqqət buyurun, bu Köçxan nə deməkdir? Qoyun bunun mənasını bilmirəm. O birəsilərin tağın mənasını bildik, amma Kök və Köçxan nə deməkdir? Bugün Təvarix Ali Osman adlı bir əlyazma ilə tanış olmağa çalışırıq. Bu kitab 500 neçə səhifə idi? 532 səhifə. 532 səhifəlikdir. Nədən isə
Bismillah ile başlamamış kitabın ikinci sayfasında Kur'an'da gelen Zülkarneyn sözünü Türklerin görüşünde Oğuzhan qeyd ediblər. Bu kitabda Oğuzhanın 6 oğlu var ki birinin adı Gök olacaq o da. Ehtimalən Gökxandır. Mən bu indi yadıma düşdü ki 6 oğlu var. Günxan, Ayxan, Yıldızxan, Gökxan olacaqdı. Göyxan, Taqxan, Dənizxan. Yəni 1, 2, 3, 4, 5, 6 düzdür. O Gök olacaqdı. Mən onu heç soruşmasam ehtiyacı yoxdur. Tamam. Oğuzhan 75 il atası ile din ve tevhid üzere savaşıp sonunda atasını qətlə yetirib. Tamam, elə bu qədər. İstəyirəm bu kitabın şey verəm. Kitabın əvvəlində və sonunda yazar haqda və yazı tarixi haqda aşkar bir işarə yoxdur. Əlbəttə kitabın son səhifəsi ya da səhifələri düşmüş görünür. Çünki cümlə yarımçıq qalaraq kitabı qurtarmış. Tamam, bunu burada yazdıq. Bu qədər bu şeyi görər. Bu 6 oğlunun 4 oğlu var idi ki, cümlə bunlar 24 olub. Hərəsinin 4 oğlu vardı, 6, o da 24. Olub cəmi ətrak müvəhhidən ki, əl'an bilad Türkistanda və Mavaranənəhridə və Xurasanda və Farsidə və Əraq və Ərəb Əcəmdə və Rumidə və Şahidə və Misridə və Məğribdə sakin olanlar əbnai Oğuzun 24 ovladının zürriyyatındəndir və Türkistanə Oğuzla qəçən əbnai əmamın nəslindəndir. Və Oğuzla ədavət edib Türkistanə belə varmayanlar 7 taifədir. İndi onlar ki, gəlmişlər, onlar da 7 taifədir. Uyğur, Qıqlı, Qıpçaq,
qarluq, qılbıç, ağacuy, ırıqdı. Bunlar gəlməyiblər Türkistan, orada qalıblar. Bunlar bilad-ı iqlim-i sabiə varıb mütəməkkin oldular. Ol birlər şimdi Moğolistandırlar. Təvarix muxtaridə eydər vəqta ki Oğuzxan Çin و Xətaya doğu Qəzinə Xurğəzinə ehtimalən beləsi oxunacaqdır. Vəqta ki Oğuzxan Çin و Xətaya və Xurğəzinə və Hindistanə Xurğəz ehtimalən bu Xurğəz harda olur? Xurğəz harada olur? Söz konusu olan Qələt yazdıq. Xurğəz sözü tarixi türk millətlərində və ya Oğuz əfsanələrində çox vaxt Qırğız tayfasının və ya onların yaşadığı bölgələrin köhnə dialektik və ya tələffüz fərqliliyi ilə yaranmış bir şəkli olaraq qarşımıza çıxır. Xurğəz nə deməkdir? Qədim türkcədə sözün kökü qırx sayı ilə bağlı olaraq yozulur, təfsir olur. Yozmaq, təfsir eləmək. Sən falan kəsin sözünü yozma. Yəni onu ayrı cürə demə, təfsir eləmə. Qırq Oğuz ya Qırğız ifadəsi Qırğız tayfalarının 40 qəbilənin birləşməsindən əmələ gəldiklərini ifadə edir. Tarixi mətnlərdə bu söz zaman-zaman Xurğız, Xırxız ya da Qırğız formalarında qeyd edilmişdir. Gözəl, bu bizi görər. Əlbəttə burada bir şey yazılır. Yazır ki, Yenisey çayı hövzəsi, Sayan Altay bölgəsi, Qırğızların ya da türk millətlərindəki adı ilə Xurğızların, özləri Xurğız deyirlər indi bəs. Əsli vətəni və qədim dövlətləri Cənub Sibirdə Yenisey çayının yuxarı axarında və Altay dağlarının ətrafında olmuşdur. Tanrı dağları, Tianşan 840 miladi ildə təxminən 225 hicridə, yəni Həzrət Məhəmməddən 225 il hicrətindən keçən zaman Qırğızların Uyğur xalqanlığını məğlub etməsindən sonra onların böyük bir hissəsi Mərkəzi Asiyanın dərinliklərinə Yeniseydən indiki Qırğızistan və Tanrı dağlarına köç etmişlərdir. Sizin əlinizdə olan Təvarix-i Ali Osman kimi əsərlərdə əgər Xurğuz sözü geçirsə, bu məmulən Türk tayfalarının şəcərəsindən Oğuz nəslindən gələn ya da tamam, bura geçək buranı. Geçək kitabımıza. Deyir ki, Xurğəzinə və Hindistan və Fərəngistanə və Deyləm و Babilə və Rum و Rusə və Şam و Hicaz و Yəmənə və Həbəş و Nubə və Bərbərə müstəvli oldu. Bu böyük şeylərə getdilər, bu Oğuzlar müstəvli oldular. Pəs Oğuzxan Çin و Xətaya, Xurğəzrə və Hindistan və Fərəngistanə, Deyləm و Babilə, Rum و Rusə, Rus sözü də var, yəni Osmanlı dövründə bu Rus sözü işlənibdir. Və Şam, əlbəttə bu hangi tarixdə işlənibdir? Çünki o Rus sözü çox ciddi bir söz olmamalıdır tarixdə, çox dərin bir tarixi olmamalıdır. Millət olaraq ki, ola bilərlər, amma Şam, Hicaz, Yəmən və Həbəş və Nubə və Bərbər müstəvli oldu. Yenə vətən əsliyə, bura nə deməkdir? Əsliyə
Burada bir şey yazılıb oxuyum. Məsəl Akub, ehtimalən şərq Akub, ortaq və digər taq. Digər taq hətta bizim digər sözü elə bir şey türkcə olacaq. Çünki bir dənə qəbilənin də adıdır digər. Digər taqdan rücu edib oğlu Gün xanı və Ay xanı və Yıldız xanı Meymənə və Gök xan və Taq xanı və Dəniz xanı Mirədə qoyub kəndisi Mədinə, Sərməd. Mədinə soralar olub ehtimalən Sirməd. Sirmədə istedad edib. Nasa ədd و dad göstərib. Tərtibi səltənətə məşğul oldu. Sədr səltənətdə 120 yıl istizhar bulduqdan sonra və saru ilə məğfirətin min Rabbikum əmrinə itaəti kəndiyə vacib bülvəfat elədi. Cümləni elə yazıb ki, elə bir ölməğa məsələn şeyi var idi. Gücü var idi ki, ölməyə. Ona görə deyir ki, itaəti vacib bilib. Elə bir şey itaət eləməsəydi ölməyəcəkdi. Culusi Günxan İbni Oğuz atası vəsiyyəti ilə Günxan səriri səltənətə cülus edib əsas ehkam xilafəti və binayı şərait ədl و rəfəti ol nəsayih və vəsayat atası Oğuzxan etmişdi, anın üzərinə icra etdirib. Mülki müvəhhid و adil və Məliki müvəhhid و adil və aqili qobdi. Qobdi də ola bilər, qoydi də ola bilər, amma qobdidir. Dəxi bilad şərqiyyə və şimaliyyə zəbt edib rayət və şökət və iqtidar və dəsti təcəbbür və istikbar ilə əfraşdə olmaz deyib, kərr fərd səltənət və iftixarı və istizhar kisrət əvan ənsar ilə surət bülməz deyib. Ətraf vilayəti və əknaf məmləkəti ədl və ədalət ilə imarət edib bir təmğa vəz eylədi ki, qərəndaşları heç bir əmrdə buna müxalifət etməyələr. Pəs neynədir? Bir tamğa düzəltdi. Tamğa həm möhürə deyilir, həm də ehtimalən bayrağa deyilir. Baxaq görək nəyə deyəcəkdir. Əlbəttə tamğa imzaya da indi deyilir ki, qədim imza yox idi, şey var idi. Tamğa Tamğanın da doğru mənası burada öyrənilir. Tamğa yazılır. Sözü Türk, Moğol və ümumiyyətlə Meydan Asiya mədəniyyətinin ən qədim dərin məfahimlərindən biridir. Bu sözün bir neçə əsas mənası vardır. Tamğa əsasən möhür, nişan, dağ ya da əlamət deməkdir. Bu birincisi. Tarixi və siyasi işlənməsi. Tarixi əlyazmalarda və türk dövlətçilik ənənəsində tamğa iki ana sahədə işlənir. Tayfa tamğaları, hər türk tayfasının özünə məxsus bir tamğası olmuşdur. Bu, onların şəxsiyyət və siqəsi kimidir. Tayfalar birləşəndə bu tamğalar bir bütöv birliyin hissəsi olur. Hökmdar tamğası, möhür, dövlətin ən yüksək hökmünün fərmanın olur və ya hökmdarın şəxsi imzasının üzərinə vurulan nişan. Bu, hökm deməkdir. Tamam. Dedi ki, bəs qərəndaşları heç bir əmrdə buna müxalifət etməyələr və onun zamanında Türkistanda və qeyri vilayətlərdə neçə şəhərlər bina olunub, məmur oldu. Ondan
sonra. Şəhər deyəndə dostlar, bunu nəzərdə tutaq ki, şəhər indiki anlamda deyil ki, tarixə baxmalıyıq. Bir 5-10 dana ev bir yerə yığışanda, onların məsələn bir orta meydanları olanda, bir məsələn nə deyim, türklər qədim məsləhət üçün bir yerə toplaşırdılar. İndi o deyək, indi məscid məsələn, indi məscid. Bir ibadətgah olanda, bir yer ki, orada məsələn alver eləyələr, ya hətta hamam ola, yəni bir yuyunmaq yeri olanda, ora şəhər deyirdilər. Çox da böyük olmağa ehtiyacı yoxdur. Ola bilərdi ki, 50 nəfər, 30 nəfər, 20 nəfər adam olsun, amma şəhər hesab olsun. Çünki qalanlar çadırda yaşır və çadırla köçə bilirlər. Küllü mən əleyha fan birlə ruhi purfutuhi neşimən bədənindən təyəran edib əzmi diyar bəqa etdi. Zikr culusi Qayıxan ibni Günxan. Günxan vəfat edəcək oğlu Qayıxan, qayı. Ehtimalən Qəşqay sözündə deyirlər ki, bu qaydan gəlir. Edəcək oğlu Qayıxan atası yerinə padişah olub təxtə cülus eylədi. Atası dədəsi təriqindən münhərif olmayıb. Atası və dədəsi. Bizdə indi ata elə öz dədəmizə deyirik, dədə babıya deyirlər bunlar. Biz dədə elə dədəmizə deyirik. İndi böyük dədəmizə də, yəni cəddimizə də deyirik ki, baba. Beləsi bir çətinliyə düşmüş. Amma burada beləsi işlədir. Yəni bəllidir ki, o zaman bu söz beləsi işlənirmiş. Bir də oxusaq buranı cəlib olacaqdır. Gökxan vəfat edəcək oğlu Qayıxan atası yerinə padişah olub təxtə cülus eylədi. Atası və dədəsi təriqindən, yəni mən məsələn uşaqlarımın atasıyam, mənim dədəm Allah rəhmət eləsin, onların dədəsidir. İndi mənim dədəmin, yəni mənim atamın dədəsi uşaqlarımın babası olur onda. Cülus eylədi. Atası və dədəsi təriqindən münhərif olmayıb, bidar-bəxt و فیروز روز رعیت نواز و مظالم سوز olub گردن عروسی مملکتی hilli بذل و معدلتlə arasته və çehri müxəddiri vilayəti hökmi siyasətlə pirastə eylədi. Dövran ana dəxi baqi qalmayıb vəfat eylədi. Görürsünüz ki, bunlar bir-bir gəlirlər. İndi burada kim gəldi? Zikr cülusi Salurxan. Salurxan ibn Taqxan. Taqxanın oğlu Salur gəlir üstə. Ki gedir neçə nəslin deyəcəkdir. Sonra cülusi Musibni Cətqəq xan. Ondan sonra cülusi İbni Bığdaxan. Bığdaxan ibn Harun ibn Süleyman. Ondan sonra Əhməd xan ibn Əbu Nəsr ibn Əli. Ondan sonra cülusi Ərsəlan Əbülmüzəffər ibn Mənsur Əli. Ondan sonra da bunları oxumuram, fəqət adlarını oxuram. Cülusi Qədərxan ibn Yusuf ibn Bəğdaxan. Cülusi Qəraxan ibn Yusuf. Xızırxan. Əhməd xan ibn Xızırxan. Qədərxan ibn Cəbreyil. Məhəmməd xan ibn Süleyman. Xan و Xaqan. Fəxfur, Muluk və burada bir şey ilə ehtimalən mən bu qisməti oxumalıyam. Yəni bu qismətdən indi görək ki, nə olur. Qədərxan ibn Cəbril padişah oldu. Dəxi Sultan Səncər ibn Məlikşah ilə cəng edib axır Səncər Qədərxani tutub öldürdü. Pəs Səncərşah ki, Səlcuqlərin şahıdır, o dəxi Sultan Səncər ibn Məlikşah ilə cəng edib axır Səncər Qədərxani tutub öldürdü. Yerinə Məhəmməd xan ibn Süleymani gətirib nəsb eylədi ki, səltənəti Türkxan axır olub. Türkxan axır olubdur. Bu son. Nəhayət buldu. Muxtar da edər. Muxtar da, bir dənə kitabda ehtimalı, adı Muxtardır. Muxtar da edər ki, Muluki xaniyə və
Salatin xaqaniyelərdən məlum olanlar bunlardır ki, qaide-i xan və xaqaniyə üzərə ki, xalq içində zikr olunur, xan و xaqan muluki Türkə. Və aha, indi burada adları deyir ki, xan و xaqan muluki Türkə deyərlər, Fəğfur muluki Çinə dərlər, Ray muluki Hindo Yəmənə, üzr istəyirəm, Yəmənə, Hinda, Kəsra muluki Farsə, Qeysər muluki Rumə, Fir'on muluki Misrə, Həbə ya da Bətə muluki Yəmənə, Nəcaş muluki Həbəşə, Əfşin muluki Əfrusiyə. Əfrusiyə ehtimalən Rusiyə olacaqdır. Görək ki, o Əfrusiyə nə mənədir? Əfrusiyə nə demək imiş? Əfrusiyab ya da Türk ədəbiyyatı və tarixi mütünlərindəki şəkli ilə Alp Ertunqa, Türk mitolojisinin və İpək yolu ədəbiyyatının ən böyük qəhrəmanlarından biridir. Sözün kökünü və anlamını aşağıdakı kimi açıqlamaq olar. Sözün kökü və anlamı dil. Bu sözün kökü əski türkcədir. Əfrasiyab ifadəsi fars dilinə keçərək bu şəkli almışdır. Lakin əsli türkcədir. Anlamı Alp Ertunqa. Alp Ertunqa adında. Alp igid qəhrəman cəngavər, ər kişi insan, Tunqa bir növ qaplan ya da şiri xatırladan güclü və vəhşi bir heyvan. Yəni igid, güclü və qaplan kimi cəsur insan deməkdir. Tamam. Amma bu Muluki Əfrusiyə inanmıram ki, Muluki Əfrusiyə nə demək olar? Mən Rus hesablıram bunu. Muluki Əfrusiyab. Əfrusiyab deyil, Əfrusiyədir. Tərkibi. Bu, hər halda oradan çıxmır eşiyə. Şu görək bu nə deyəcəkdir. Mən Əfşin Muluki Əfrusiyə və Sol Muluki Cürcanə, Sol satla yazılır. Əsbəhid Muluki Azərbaycan satla yazılır. Əsbəhid iki gözlü heynə. Muluki Azərbaycana Rəslan ya Roslan Muluki Təbəristanə, Əxşid Muluki Qərəmanə dərlər. Məsnəvi götür bidad ilə qanun mührü ya da gətir bidad ilə qanun mührü, təmaşa qıl cəhandaranə mührü ki ormuşdur yüzün hər biri xakə, ərirmişkən səririni səmakə. Vəssalam. Zikr Muluki Ali Səlcuq ibni Deqaq ibni Luqman. Burada da Səlcuqlara geçir. Mikail əvvəl şeydi, o adın dedi kim idi? Dəqaqdır, nə mənədir? Ondan sonra İsraildir, Mikaildir. Zikr Culusi Sultan Məsud ibn nə mənə? Səbüştəsin, nə mənədir burada? Səbüştəkin olacaqdır ki, siliblər üstün təəssüflə bunun. O birisi səhifədə Zikr Padişahı şudəni Əbu Talib Toğrul Bəy Məhəmməd ibn Səlcuq qaimi be əmrillah. İza nəzələl qədru bətələl qədər. Həzər. Toğrul bəy də öldü getdi, Allahın rəhmətinə getsin. Hər halda görürük ki, bu da beləsi başlayıb gəlibdir, çox davam eləməyək. Bunun fəqət dili bizə çox mühümdür, oxumasında gördük çox rahatdır, yəni çətin bir dil ilə yazmayıbdır. Bu indi ən azından deyək 500 il bundan qabaq yazılıbdır. Amma bunun dili çox gözəl bir və sadə bir dillə görürük ki, yazılıbdır.
Gedək bu kitabın indi 50-ci səhifəsində, istəyirəm 50-ci səhifəsindən bir neçə sətr oxuyaq. Fəth Ədirnə. Çünki Sultan Muradxan Qazi Bərğuzidən əskiyə varıb, anın içini daxi boş büldülər. Zira bunların xəlqi cümlə Ədirnə getmişlərdi. Muradxan daxi Şahin Lalaya leşker qoşub. Şahin Lala ehtimal bir lalası da adı Şahindir. Şahin Lalaya, Lələ də yəni olur bunun müşaviri, mürəbbisi. Beləsi yox, mürəbbisi. O adam ki bunu yekəldir və buna tərbiyyət verir, odur. Lalaya leşker qoşub. Dərniyə göndərəcək. Bir nəhayət kafər gəlib, Şahin Lalayı qarşılayıb, cəng əzim olub, Haqqı Təbarəkə və Teala İslam'a fürsət verib, Ləşkər küffar münhəzim olub, qaçıb Ədirnəyə girdilər. Şahin Lala Murad xanə bir neçə baş göndərib, Hacı İlvəci Örnəz Murad xan ilə Ürnəz Murad xan ilə Ədirnəyə gəldilər və Ədirnə təkvür. Ədirnə təkvuri daxi gördü ki, hal böylədir, qaçıblar nəzə getdi. Nəzə haradı bilmirəm. Tamam, burada da görürsünüz ki, çox rahatca Türkçe ilə devam edir. 100-cü səhifədən bir neçə sətr oxumağa çalışaq. Görək ki, burada da bir sətrin əvvəlini tapsaq, başını tapsaq, oradan oxuyarıq. Hardan olsa, oradan oxuyarıq. Burada bir 104-cü sətrdə bir Mahasiri Əngərus və Kükr Cəngəlün. Rivayət olunur ki, Sultan Muradxan Selanik qəzasından sonra Əngərusə gedə, zira Əngərus həramisi dinindən keçib Didən ehtimalən yer adı olacaq. Keçib çox fəsad edərdi. Ya da Didən yer adıdır hər halda. Bunlar bu fikirdə ikən Nagah Qəraman oğlu İbrahim bəgin xəbəri gəldi ki, Həmid ili ücündə Bəg şəhərinə düşüb, şəhri alıb, Səncağı iki olan Şər Abdar İlyası tutub həbs eylədi. Bu tərəfdən Əngərus dəxi yürüdü. Qəraman oğlunun və Dəlq oğlunun və Əngərusun bir-biri ilə ittifaqları var imiş. Sultan Murad bunları görəcək. Tamam, görürük ki, çox sadə bir əlbəttə illət bu ki, mən oxumağımda zorluq çəkirəm. Kitabın yazısı deyil, mənim tarix bilməmağım, adları bilməmağımdır, yerləri bilməmağımdır. Təvəccüh Sultan Səlim becanib Şah İsmaili sorx nə mənə ləyindir, sorxləyin. Sultan Səlim xan Ədirnədə avə şikaridə ikən bir gün vüzəra və ümerasına etdi ki, aba və əzdadın müttəsil qəza və cəhad idilər. Labud mən dəxi ruzigarimi zayi etməyib bəqiyi ömrümü qəzaya münsərif qılam ki, hal ya qızılbaş bidin məmalikimizə yəqin yerdə oturub ənva-i zəlalətlə məruf və əsnaf-i xəbasətlə mövsuf bir pəlidir anun dəf'i və qəm'i bizə lazımdır və diyu müşavirə təriqi ilə kələmat edəcək əyan həzrəti dəxi etdilər.
Tamam, burada da görürük ki belə bir şeydir. Sultan Səlimin dövründən danışır. Gedək 200-cü səhifədən bir neçə sətr oxuyaq. PDF-dədir də, əlbəttə bilirsiniz ki, burada yəni 400-cü səhifəyə indi baxırıq. Burada bir şey var. Təvəccüh Sultan Səlim xan bi qəzayı Əstəbur. İndi diqqət buyurun ki, burada kitabın sonlarına yaxınlaşırıq. Tarix yazan Sultan Süleymandan danışır. Səlimdən də geçdik Sultan Süleymana. Təvəccüh Sultan Süleyman xan bi qəzayı Əstəbur. İndi dedik ki, bu qırmızı xətt və farsı yazılanlar nüsxəçilərin işidir. Onu farsı yazırlar ki, bəlli olsun bu kitab əsli kitab deyil və üstdəki mətləb qutarıbdır, aşağıdakı mətləb başlayacaq, ortada buna adlıq qoyur. Təvəccüh Sultan Süleyman xan bi qəzayı Əstəbur. Ondan sonra Padişah İslam Həzrətlərinin adət ma'rufələri müqtəzasınca kərru qəzaya niyyət edib ətrafa əhkam şəriflər ilsal olunub hazır mühəyya olasızlığı əmr olunduqdan sonra cəmi səfər tədarükləri görülməsinə şuru eylədilər. Daxi əmr ali mucibincə məcmui məsalih görülüb tamam olduqdan sonra səni məzkurə səfərinin 25-ci günü Doşənbə gün Padişah İslam zallallahu aleyh-ənam Həzrətləri burada diridir. Yəni Sultan Süleyman diridir. Bunu göstərir ki, bu kitab Sultan Süleyman zamanında yazılıbdır. Padişah İslam zillallah, əlbəttə bunun əvvəlini gedib oxuyam. Yəni Sultan Süleymanın görək ki, diriliyinə görə nə yazıbdır. Burada bildik, zillallah deməklə yəni ki, dilidir. Ələl-ənamə Həzrətləri Şəhzadə Sultan Məhəmmədi və Sultan Səlimi belə alıb əskər-i nüsrət asar ilə. Tamam, buranı getdi, amma mən qeydirəm biraz üstə görüm ki, bu Sultan Süleymana harda təxtə oturtdu bu yazar. Cəlibdir ki, indi neçə yüz səfə gərək qeydək dalıya. Görək ki, Sultan Süleyman təxtə oturdu. Təvəccüh Sultan Süleyman bir canibi qəriqdan belə bir addır. Təvəccüh Sultan Süleyman bir canibi kürfud. Burada bir şey yazmışdı, o neydi? Yox, bu dedim ki, birdən şey olar. Bunu biraz beləsi çəkim, kitabın hər iki tərəfi ortada olsun. Görək. Kitabı biraz kiçikletsək bəlkə. Təvəccüh Sultan Süleyman به دیار شرق و به قصد شهتاه محاسب. توجه سلطان سلیمان توجه ثانی سلطان سلیمان به دیار انگلوس. Gene çedəcək ora. Sultan Süleyman به جانب انگلوس birincisidir. Vəfat mərhum Sultan Səlim xan. Buradan sonra Sultan Süleymanı biraz oxuyaq. Çünki bu kitab Sultan Süleyman zamanında yazıldığı üçün biz bu kitabı biraz daha dərindən tanımalıyıq. Yəni görməliyik. Vəfat mərhum Sultan Səlim xan. Vəfatları saxlanıb, gizlədilər. Fərhad Paşa filhal Sultan Süleymanə cəğəytən xəfiyyətən gizli, xəfiyyətən məktub irsal edib. Tez yetişmək ardınca əvvəla siz dedikdə məktub vüsul bulacaq. Sultan Süleyman Həzrətləri Fərhad Paşanın məktubun görüb qeyri paşaların işarəti olmadığından etimad etməyib, ihmal eylədilər. Fərhad Paşa dəxi Piri Paşaya və Əhməd Paşaya elam edib ittifaq ilə ələ təcil sipahiləri Kətxudasın
göndərib fitrət olmədin tişeyi sənə dedilər. Ol dəxi rəvanə oldu. Culusi Sultan Süleyman خان ابنی سلیم خان ابنی بایزید خان ابنی محمد خان ابنی مراد خان ابنی محمد خان ابنی یلدرم بایزید خان ابنی غازی مراد خان ابنی اورخان غازی ابنی عثمان غازی rəhmətullah taala aleyhim əcməin. Həzrəti Sultan Süleyman məktubləri görəcək, əhvali müqərrər bilib. Mə'niyadən əzmi İstanbul. Şəhrin adı ayrı bir şeydir. Burada mə'ina oxuyuram, amma mənisa olacaqdır. Mə'nisadən əzmi İstanbul edib və Üsküdar'a gəldiklərində bu canibə elam olunur. Yekseri ağası olan Kemal Ağa Ali Əs-Sabah yekseri gəlib adət-i qədim üzərə qapı olduqda ağanın atı ehzar olunub, dəxi yekserilərə yoldaşlar Sultan Selim vəfat eylədi. Siz sağ olun, padişahımız Sultan Süleymanın ömrü və dövləti ziyadə olsun, gəlib erişdi. Burada görürük ki, indi sultan olmasına görə bir şeyler yazacaqdı. Vəli diridir. Yəni Sultan Süleyman zamanında bu kitab yazılıbdır. İndi biraz daha sürətlə gedək, bayaq getdiyimiz yerlərə yetişək. Hətta 200'ü oxurduq, indi gedək 250'yə. 250 və axirdən biraz oxuyaq, görək şeyi. 250'dən biraz gedək dalıya, görək bir səhstrin başı var ya yox. Vardı burada. Təvəccühi Sultan Süleyman dəfən be diyar şərq. Birdən-birə elə dedim, mən gedirəm bugün İran adlanan yerə, bu Səfəviləri, Qızılbaşları bir başı nəzər. Türklər rəqabət eləyirlər də, yəni o da şahdır, bu da şahdır. Hər kəsin istəyir o birisini yıxa, hər kəs də yıxsaydı, hər kəs diri qalsa o haqqı ondandır. Ölən keçdi getdi. Təvəccühü Sultan Süleyman dəfətən be diyar şərq. Həzrəti Padişah bəhr-ü bərri mərrətən bə'də ola və saniyən bə'də uxra diyar şərqidə əcəm padişahı olan Şabali rah və Təhmasib Şabali rah və Təhmasib cümrahün zilli vücudi ruy ərzdən həkk olunməsi lazım və labud olmağın. Həkk burada qazmaq deyir. Biz də həkk deyirik da, qazmaq. Bu da onu işlədir, gözəl. Bunu yadıma düşdü. Həkk olmasını lazım və labud olmağın sənəyi 60 və 900. Diqqət buyurun, bu ildə bizə çox önəmli olacaq bu tarix. Sənəyi 60 və 960 Ramazanının 18-ci günü Məhruse İstanbulidən vilayət Əcəmə mütəvəccih olub padişahı deyilgən badpa və yelkən güşa kimlər ilə bəhr-i malihi ubur edib. Bəhr-i malih nə deməkdir? Ehtimalən bir yerin adı olacaq. Bəhr-i malihi ubur edib Qızılbaş nikbət İntiaş nə deməkdir? Üzərinə təvəccüh Humayun göstərdilər ki, necə dəfə üzərinə vardıqda müharibəyə qabil və müqatiləyə müqabil gəlməyib, məmləkəti payimalidən ar və əskər və əsakir nikbət asarından dəxi xəbərdar olmayıb, kəndi halində dəxi oturmayıb, bəlkə din-i İslam ihanət və Həzrət Seyyidül Ənam şətaməti tərk etmədüki əcəldən şah-ı məzkurun izaləsi çahar məzhəbdə lazım və vacib olduğu üçün Həzrəti Zillullah, yəni Sultan Süleyman şah əsakir zəfərpənah və səadət dəstigah ilə qəzaya niyyət eyliyor. Tamam, görürük ki, diridir. Yəni, yenə də burada bu diriliğin görürük.
Bunun için de biraz kiçildik. Görək ki, son səhifələrə gəldik, yetişdik. Amma bir-iki səhifə dalıya gedək, görək ki, o il ki demişdi, hangi ildir? Yəni, o ili istəyirəm ki, görək ki, buradan bir şey görə bilirik. Biraz arxaya gedək, buradan oxuyaq. Hər halda buradan bu üzərin kitabı oxuyacağıq. Yəni, mənə belə gəlir ki, görün burada bir sətir başı bir yer. Xəbər Sultan Səlim Çavuş başını indi burada Sultan Səlimə gəldi, yetişdi. İkinci Səlimə ya necə oldu? Deyir ki, hər halda Sultan Səlimə mülaqat oldu. Mərəş paşası dönüb Sivasa gəlib Sultan Səlimə mülaqat oldu. Bədühü Sultan Səlim Ərzənganə vüsul bulduqda şöyle xəbər aldılar ki, 10 gündən ziyadədir ki, Sultan Bayezid varıb Cuyan körpüsünə, çoban ola bilər, çoban körpüsünə daxil oldu. Eylə olsa müqəddəmən xudi padişah həzrətlərindən sərhədlərə olan əmirül ümeralar, əmirlər irsal olunmuşdu ki, hər biriniz olduğunuz yerləri möhkəm hifz və hərasət edib, heç bir kimsəniyə geçirtməyib, bəlkə quş uçurtmayıb, zəbt edəsiz denilmişdi. Bu əsl xəbər alıncaq Sultan Səlim Çavuş başını Gülabi nam Çavuşla Qəraəməd bərglər bərgisi İskəndər Paşaya və Ərz Rum bəglər bərgisi Amas ola bilər. Ayasdır. Ayas Paşaya irsal edib padişah-ı səadət-i asarədən sizlərə əmr vardır varid olmadı mı ki, ol canibləri möhkəm sədd edib kimsənə geçirtməyəsiz. Kimsənə geçirtməyəsiz. Xüsusən Sultan Bayezid yol verməyib ələ gətirsəz denilmədi mi? Nə üçün yolu verib qaçırdınız? Bölmüş olasınız ki, nə cür oldu? Burada keçdi, yenə Sultan Bayeziddən danışır, yəni geçmişə getdi. Sultan Bayezid, Səlim xan, Sultan Səlim xan, yenə deyirəm, bunlar getdi dalıya, yəni nə cür oldu, getdi. Tarixi biraz, yəni Sultan Süleyman Qanuninin dövründə bu kitab yazılıbdır və onun diriliyində yazılıbdır. Amma kitabın sonunda gedir həvadis yenə qeydir dalıya. Görüm ki, burada bir şey tapa bilirəm. Ya da ki, kitabı beləsi eləyək. Biraz kiçik yox, gedir, yox, getmir. Çox qeytmişəm dalıya. Görək ki, burada bir qırmızı yazılardan görsək. Təvəccüh Sultan Süleyman dəfətən bir diyar şərq. Tamam, buranı gördük. Buradan sonra görək nəcür olur. Sultan Süleyman Qanuni gəlir şərqə. Qətli Əhməd Paşa, vəziri Nəmənə Rüstəm Paşa 962. Bunu orada yazıbdır. Rəftən Nəmənə
üz Teymur Paşa به ولایت سیواس رفتن نمنه پاشا پیمال پاشا همایون با نمنه همایون وفات مرحومه والده سلطان سلیمان نمنه bu şöyle harda yazıbdı. Mar Mənalidən qeyri giranmayəsin dəxi israf ilə sərf edib döşdükcə saray fanidən bəqay axirədə irtihal eylədilər. Rəhmətullah əleyha rəhmətən vasiətən ilə. Bunun anası hardadır? Həzrətlərin məcaz-ı şəriflərinə hangi həzrətlərin? شکاره مشغول لکن اول ناشرة الخیرات و خالصة المستورات اشتهاره ile məşhur olan Xasiki Sultan, Xasiki adıdır. Xasiki Sultan Həzrətlərinin məzac şəriflərinə zəf aris olub vücud lətifələri xəstə olmaqla Xudavəndigar Həzrətləri Ədirnədə zindan xətt etməyib. Sene 965 Cəmadül Axiri əvailində yenə İstanbul'a təvəccüh eylədilər. Gəlib duxul eylədiklərində şəhri məzkurun əvaxiri olacaq. Ol mühsini müşfiqeyi sahibetül xirat və həsənat ki anun həz ihsani və təsəddüqati sərfü bəzli olunmaq bir mövzi-i şərif qalmamışdı. Mal-u mənalindən qeyri ömr giranmayəsin dəxi israf ilə sərf edib döşdükcə saray fanidən bəqay axirətə irtihal eylədilər. Rəhmətullah əleyha rəhmətən vasiə ilə olacaq. Padişah Həzrətlərinin cami-i cədidlərində mihrab önündə dəfn olunub neçə gün üləma və füqəraya ət'iməyi fəravan və təsəddüqat bi payan bəzl و sərf olunub üzərinə tövbe-i ali bina eylədilər. Türbe-i ali bina eylədilər. Bəd bundan sabiq yekçiri ağalığından əzl olunub qəstəmuni səncaqi verilən Fərhad ağaya vizarət verilib mərhum Şəhzad. Tamam, indi buradan sultanın adını gətirmiş görək. Nə oldu? Hardan beləsi? Mən axir səhifəni oxuyacağım da bu biz bilirik ki Sultan Süleyman rəhmətlik diridir bu kitab yazılanda. Bu son səhifəni oxuyaq. Bəlkə bu son səhifənin hətta bir-iki sətri bu birisindən oxuyaq görək ki nə olur. Sene 900 tapdım tarixi sonunda. Sene 968 Səfər ayının tamam. 968'də bu kitab ən son tarix burada gətirir. Bundan ibarətdir. Yazı tarixi. Çağ Sultan Süleyman Qanuni. Sultan Süleyman Qanuni. Tamam. İndi deyir ki səneyi 968 Hicridə Hicrinin 6-cı gecəsində Məhrusi Misridə Xadim Əli Paşa şikəsti hal ikən dar bəqaya irtihal eylədi. Rəhmətullah əleyh. Misridə etdüci ədalət və səxavəti bir paşa dəxi etməmişdir. Misrin dəftərdarı olan İbrahim bəy və Misridə qazi olan Həsən bəy əfəndi ilə Misri hifz-i hirasət edib mütəvvai məzburi astani səadət elam etdiklərindən sonra Yəməndən gəlib Misrə daxil olan məzkur Qərə Mustafa Paşaya
Misr təfviz olunub. Səni-i məzburə Rəbiül əvvəlinin 26-sında hökmü cahanmuta gəlib irməkən Misr əmirül ümərə oldular. Misrə əmirül ümərə oldular və dəxi səni 968 Cəmadül əvvəlinin qərresində padişah həzrətləri Mərəş paşası olan, Mərəş bir torpaq adıdır, bir şəhər adıdır. Mərəş paşası olan Əli Paşayı در dövlətə dəvət edib qapıcı başları Həsən ağaya və bulukidən neçə yarar yekitələr ilə yigitlər ilə qoşulub Ağmeşə və badgarlərdən və yadgarlərdən neçə dürlü pişkeşlər Şah-ı Əcəm olan Təhmasib Şah'a irsal olundu və Şahzadə Sultan Səlim canibindən dəxi, burada Şahzadə dedi, Şah olmayıb Sultan Səlim. Şahzadə Sultan Səlim canibindən dəxi Mir-i Axur başları olan Turaq Çələbiyi kəndi caniblərindən belə irsal eylədilər. Bundan sonra Şam qazisi Müftizadə əzl olunub, yeri Xacəzadə Qurdu Çələbiyə verildi və onların yeri Kami Çələbiyə verildi və bəd Ədirnə qazılığı verildi və səni-i məzkur Şəban əvayilində tonunma-i Humayun üçün əmr olunub, Qəpudan olan Aluc Əli bir neçə kimlər ilə dəryayı bikəranə rəvanə oldular. Bir neçə əyyam dəryayı gəzib adaların mabeynini tətəbbü edib və hər cuşələri təfəhhüs eyləyib. Küffarı fuccarıdan heç kimə rast gəlməyib. Bədühü pəruzmaya gəlib. Bu pəruzmaya haradı bilmirəm. Lahi oldular. Anda dəxi bir qəç gün oturub və ətrafın hər canibindən təcəssüs eyləyib. Ədadan və küffardan heç nəsinə zahir olmayacaq, ol aradan qalqıb tonunma Humayun ilə Salim و Ghanim İstanbul'a ovdət eylədilər. Bundan sonra Cəzairdə olan Xeyrəddin Paşa oğlu əzl olunub, yeri qapıcı başlarında olan Əhməd Ağaya verildi. Səni-i məzburədə Bəsrə bəylər bəyliyi əzl olunub, yeri Mir-Ələm bəyə verildi və səni-i məzkur Şəvval ayı 28-də Rüstəm Paşa fot olub, yeki Sultan Məhəmməd camiində 2 olacaqdı, ya da yeki Sultan Məhəmməd camiində dəfn eylədilər. Mərhum Şəhzadə Sultan Məhəmmədin türbəsi qürbündə anın üzərinə türbə bina eylədilər. Yerinə Əli Paşa vəzir əzəm olub, Məhəmməd Paşa vəzir sani və Pərtav Paşa vəzir salis və Fərhad Paşa vəzir rabi. Qutardı kitab, burada qutardı. Pəs kitabın 968-də yazılması son yazıldığı üçün bəllidir ki, bu kitab o ildə yazılıbdır və özəlliklə Sultan Süleymanın dövründə yazılıbdır. İndi burada bir şey soruşaq, mütməin olaq. Əcəba Sultan Süleyman rəhmətlik 968-ci ildə 968 Hecridə yaşarmış. Əlbəttə ki, yaşır, amma beləsi soruşduq da, yəni fəqət o şeyi bilək. Sultan Səlim 1-ci Səlim, yəni
Sultan Süleymanın qələt yazmışam əslində bura. Sultan Süleyman Sultan Süleyman Qanuninin vəfatı və hakimiyyətinin tarixi ilə bağlı verdiyiniz 968 Hicri tarixi tarixçilik baxımından çox diqqətli bir nöqtədir. Bunun cavabı belədir. Sultan Süleyman Qanuni 976 Hicri ilində vəfat edib. Yəni bu tarixdən kitab yazılandan 6 il sonra vəfat edibdir. Sultanın vəfat 974. Buna görə 968 ildə Sultan Süleyman həyatda idi, amma vəfat ili deyil. Lakin gəlin bu tarixə izah edək. İşimiz yoxdur əlbəttə ki. Sultan Süleyman Qanuni 20 səfərin 20-sində 970-ci ildə tarixi zigurat, Zigatuvar qələsinin mühasirəsi zamanı vəfat edib. Yəni 968-ci ilin təxminən 6 il sonra həyatını dəyişibdir. Tamam, bunu bildik daha, ehtiyacı yoxdur. Tamam, bu günləri bir gözəl, sadə yazılmış kitabla tanış olduq. Bu kitab, bundan bir əks salmışdıq da əlbəttə. Salmışdıq. Bu kitabı verək bura, görək ki, bunu bir analiz eləsin, bizə desin ki, bu səfhəni xətt, əl yazma, zöhər, rənglər, kağız, ahar və sairə üzrə analiz edib bu kitabın yazılma tarixini bəlli edə bilərmisiniz? Görək ki, bunu analiz eləsə bizə nə deyəcəkdir? Failədəki bu gözəl və qiymətli nüsxəni diqqətlə incələdik. Bu əlyazma klassik Osmanlı tarixi yazıçılığının ən gözəl nümunələrindən biridir. Təhlillərimiz aşağıdakı kimi nöqtələndiririk. Xətt və yazı üslubu. Xətt mətn nəstəlik ya da nəstəlik şikəstə qarışığı xətti ilə yazılıb. Bu xətt 16-cı əsr və sonrası, Osmanlı deyil, yəni İslamda hələ 14-cü əsrdir yox. 13-cü əsrdir yox. Və sonrası Osmanlı saray mətninin ən prestijli yazı növüdür. Səhifə arayı. Mətndəki kətubə başlıq bölümü, o kətibə ki deyir, kətubə yazıb burada, o kətubə ya kətibə təzhib dediyimizdir. Və cədvəlləndirmə yazının saray dairəsində köçürüldüyünü göstərir. Ahar və kağız və cöhər. Kağızın rəngi krem sarıya çalar və toxunuşu əl yapımı olduğunu göstərir. Bu kağızlar adətən ahar, nişastə və yumurta ağı ilə parlaqlaşdırma işləminə məruz qalıb ki, bu da cöhərin kağızın içinə yayılmamasını və xəttin dönəmdən qalmasını təmin edir. Cöhər. Mətndəki qara cöhərin ömrü çox uzundur. Bu qədim ispri-duq cöhəridir. Bu nə bilmirəm nəmdir. İspri etmələn hispiri ya doğ.
Qırmızı cöhər şəngərf. Sizin qeyd etdiyiniz Zulqərneyn, Oğuzxan və digər özəl adlarda işlənən qırmızı şəngərf sinabardır deyir buna. Əlbəttə, cöhər mətndəki əhəmiyyəti vurğulamaq üçün istifadə olunub. Təzyin və rənglər. Başlığın sərlövhə ya başlığın sağ səhifəsinin üstündəki Təvarix Ali Osman başlığı lacivərd. İndi burada bir şey yazıbdır. Lapis lazuli və qızıl təla rəngləri ilə təzyin olunub. Bu ən azı 16-cı əsrin sonları və ya 17-ci əsrin başlarında aid bir məktəb istisidir. İsitidir. Yazı tarixinin təyinindəki ipuçları. Kitabın içindəki ehtimalən burada sonra içindədilər və yazı forması əsasında bu əlyazmanın tarixi haqqında aşağıdakı notlar irəli sürürük. Bu nüsxə 10-cu ya 11-ci əsr Hicrinin 900 demişik şeydə olub da, yəni Osmanlı dedik 968-də bu kitab yazılıbdır. Bu da deyir ki 10-cu əsrin, yəni 960'lar Hicri 10-cu əsrin 10-cu ya 11-ci əsri Hicrinin dövrünə aiddir. Səbəb 16-cı əsrdə yenə getdi miladiyə Qanuni dövrü Təvarix Ali Osman nüsxələri çoxaldı və sarayın rəsmi tarixçiləri tərəfindən bu üslubda köçürülməyə başladı. Elmi qeyd. İndi burada şəkildəki ehtimalən deyir. Osmanlı tarixçiliyinin ən standart açılışıdır. Yazının axarı, xəttin istiqaməti və təzhibin tərzi bu kitabın 968 Hicri ilindən sonra, çünki o dövrdə bu növ xətt və təzhib möd olub və böyük ehtimalla 1000-ci Hicri il qədər olan dövrdə köçürüldüyünü göstərir. Ola bilər ki, bu kitab o 1000 ildə yazılıbdır, amma bu nüsxə ki biz görürük, bu 1000-də yazılsa, olar 440 il bundan öncə. Amma əgər 968-də yazılmış olsa və indi də 1447-nin 19-cu ya 20-ci günlərində yox, 479 il bundan qabaq olar bu kitab. Hər halda ya 450 ilə 479 ilin arasında bu kitab yazılıbdır. Hicri ili qədri olan dövrədə köçürüldüyünü göstərir. Bu, saray ya da böyük bir dövlət məmuru üçün köçürülmüş lüks nüsxədir. Yazı və təsrib üslubu 16-cı əsrin sonlarına Sultan Süleymanın vəfatından qısa müddət sonraki dövrə çox yaxındır. Bu dövrdə Oğuznamələrin və Osmanlı tarixlərinin bu növ təzhibli və xətti şəkildə köçürülməsi bir ənənə idi. Kitabın Təvarix Ali Osman olduğunu göz önünə aldıqda bu səhifədə yazılan Oğuz nəsli şəcərəsi Osmanlının öz tayfası olaraq məşrulaşdırmasının ən aydın nümunəsidir. Başqa hansı səhifələrdə tamğa filan nişan görürsünüz. Tamam. Kitabı oxuduq. Məncə çox gözəl və sadə bir kitabla qarşı-qarşıya gəldik. Allah ömür və fürsət verirsə, bir ayrı gün bir başqa kitabdan tanış olarıq. Hələlik sağ qalın, görüşmək üzrə.